Tramp bir qrup muzurun əli ilə İranda çevriliş etmək sevdasına düşmüşdü. Əlbəttə bu sevda Amerikanın başında artıq 10 illiklərdir ki, fırlanır. Əvvəl iqtisadi vəziyyətə etirazla başlayan bu hərəkət daha sonra ixtişaşa çevrildi və 2-3 günlük terror əməliyyatı kimi tarixə düşdü. Yenə insanlar şəhid edildi, az yaşlı uşaqlar öldürüldü. Ölkə iqtisadiyyatına ziyan vuruldu. Təsəvvür eləyin, iqtisadi vəziyyətə etiraz eləyənlər ölkədə iqtisadiyyatı çökdürməyə çalışırlar. Absurd bir hərəkət. Məscidlər, Hüseyniyələr, İmamzadə ziyarətgahları yandırıldı, Quran yandırıldı. Bununla elə təsəvvür yaratmaq istəyirdilər ki, güya İran xalqı İslam nizamına qarşıdır, İranlılar rəhbəri istəmirlər. Amma əlhəmdülillah ki, düşmən öz məqsədinə nail ola bilmədi. Bilirsiniz niyə? Çünki İran xalqı İslam xalqıdır. İran xalqı Quran xalqıdır. İranlılar İslam nizamının arxasında dayandılar. Rəhbərə dəstək çıxdılar. Heç bir bahalaşma, heç bir terror, heç bir çətinlik bu milləti İslamdan ayıra bilməz. Heç bir qüvvə Allahın qüvvəsinə qalib gələ bilməz.